Nə vaxta qədər kin-küdurətlə yaşayacaqsan? İmam Səccad ağa buyurur, əgər bir nəfər yaşda gördün səndən böyükdür, denən o məndən üstündür. Niyə? Çünki o məndən çox ibadət edib, məndən çox namaz qılıb, ona görə məndən üstündür. Əgər bir nəfər gördün, yaşda səndən kiçikdir, denən o məndən üstündür. Çünki onun günahları azdır, xətaları azdır, ona görə məndən üstündür. Əgər bir nəfər gördün sənin yaşıdındır, həm yaşıddır, denən o da məndən üstündür. Çünki mən öz günahlarımı, xətalarımı bilirəm, onun günahlarını bilmədiyimə görə o məndən üstündür. Özünü kimdənsə üstün bilməyən insanın qəlbində kin-küdurət yaranmaz. Biz cəmiyyətdə yaşayırıq. Əgər bir nəfər xətrimizə dəysə, qoymayaq qəlbimizdə kin-küdurət ona yaransın. Hədislərdə buyurulur, uşaq xasiyyətində olun. Küsəndə tez barışın. Uşaqların xasiyyətidir bu. Uşaq xasiyyətində olun ki, inciyəndə tez yadınızdan çıxsın. Qoymayın qəlbinizdə kin-küdurət yaransın. Əgər istəyirsən səndən xoş rəftar eləsinlər, sən özün də başqaları ilə sərt olma, kin-küdurətli olma.